Mən Elnarə. Mən Əsnad. Sizi salamlayırıq dostlar. Necəsiz? Siz yaxşısınız. Bəs Əsnad, sən necəsən? Mən də yaxşıyam. Hər zaman yaxşı ol. Mən istərdim ki, səni yaxından tanıyaq biz. Mənim adım Əsnaddır. 11 yaşım var. 6-cı sinifdə oxuyuram. Mən rəsmlə, musiqi ilə, pianino ilə, xorla məşğulam. Aha, afərin sənə Əsnad. Gəl görüm, oturaq burada. Nəsə maraqlı söhbət olacaq. Sən bu qədər məşğuliyyəti bir arada necə zaman ayırırsan? Çox maraqlıdır mənə. Əslində çox vaxt planla qururam işimi. Məsələn, bir saat Azərbaycan dili ilə, dərsləri ilə məşğulam, sonra riyaziyyatla, sonra musiqi ilə. Altı bazar da rəsm olduğuna görə, altı bazarla dərslərimi elədikdən sonra rəsmə gedirəm. Musiqidə səhər növbəsi olduğum üçün, səhər orada gedirəm. Orada dərslərimi keçirəm, sonra evə gəlib yeməyimi falan yedikdən sonra məktəbə gedirəm. Məktəbdən gələndən sonra da ya hazırlıqlara gedirəm, ya rəqsə gedirəm, ya da gimnastikaya gedirəm. Ya da olmayan vaxtlarda da oturub evdə dərslərimi eləyirəm. Aha, yəni ki, bu məşğuliyyətlər, məsələn, musiqi gündəlik deyil, rəsm gündəlik deyil, müəyyən günlərdə olduğu üçün sən çatdırırsan. Həftədə 3 dəfə, 2 dəfə, amma musiqi həftədə 2 dəfə olduğuna görə, bir də xora getdik. Xora gedəndə də bazar günləri olur, o xor. Orada da bazar günləri dərsin falan olmadığı üçün o daha rahat olur sənin üçün. Hər şey planına görə qursan, daha aydın, daha da sərgəli işləyə bilərsən. Aha, bax, bu da sizə məsləhət, dostlar. Planını qurmadan evə gəldin, görürsən, 6-cı sinif olduğum üçün, yəni çox dərslərim olduğuna görə, buradan 6-cı sinif dostlarıma deyirəm, çox vaxt çalışın ki, dərslərinizi vaxtında eləyin. Vaxtında elədikdən sonra da rahat oturub ya cizgi filmə baxa bilərsiniz, ya oyun oynaya bilərsiniz. Əgər evə gəlib telefona baxsanız, axşam olduqdan sonra görəcəksiniz ki, bütün dərsləriniz aşıb-daşıb və sonra da narahat olacaqsınız. Afərin sənə, afərin. Çox gözəl məsləhət verdin və sənin bir çox məşğuliyyətin var. Mənə çox maraqlıdır ki, o məşğuliyyətlərin arasında ən sevdiyin hansıdır? Amma bu sualın cavabı qalsın. Verəcəksən, fikirləş. Orada bir balaca qız görürəm, şirin bir qız. O kimdir? O mənim bacım. Bacını da çağıraq, adı nədir? Nilay. Nilay, gəl görün bura, gəl. Nilay, gəl. Gəl Nilay, gəl yanıma. Mən gedim gətir. Yox, sən ged gətir. Ged gətir Əsnad. Nilay, sən xoş gəlmişsən bizim proqramımıza. Necəsən? Nasıyam? Yaxşı ol sən hər zaman. Neçə yaşın var? 4. Aha, sən böyük qızsan ya artıq. Nələri bacarırsan sən? Rəsm çəkməyi. Rəsm də çəkə bilirsən. Nə rəsmi çəkə bilirsən? Gül. Gül. Gətirməmisən çəkdiyin rəsmlərdən? Yox. Gələn dəfə gətirərsən, yaxşı? Nasıl? Yaxşı. Sən elə özün gülsən də. Bax, bacının bu qədər məşğuliyyəti var. Gimnastikaya gedir, rəqsə gedir. Sonra daha nələr. Sən onlardan hansınsa bacarırsan rəsmdən başqa. Rəqs eləməyi sevirsən? Nilayı da öyrətmirsən, Əsnad? Əslində uşaq olduğuna görə tam yəni profesional eləyə bilmir. O işdə, təbii. Amma hərəkətləri təkrarlaya eləyə bilir. Bir də gimnastikanı, yəni özün onun inkişaf vaxtı olduğuna görə belinə filan görə ayaqlarına ona da öyrədirəm. Hə, öyrədir. Bacı sənin müəllimindir artıq, hə? Hə, onda Əsnad az sonra bizim üçün rəqs eləyəndə biz də onun hərəkətlərini təkrarlayarıq, hə? Sən məni öyrədərsən? Yaxşı. Hə, biz səninlə oyun da oynayacağıq. Yaxşı? Amma indi getmək istəyirsən? Yox, otur sən mənimlə burada. Gedirsən? Hə? Orada oturmalısın, yaxşı, otur. Hə, belə oturaq onda. Hə, bugün Nilay bizim qonağımızdır. O necə istəyirsə, o elə də hərəkət eləsin. Orada istəyir, qoy orada otursun, hə? Deməli, Əsnad, mənim sənə bir sualım oldu. Ən sevdiyin məşğuliyyət hansıdır? Bugün buranı yıxacaq Nilay. Hə, qoy olsun, gedmək istəsə ged. Qızım, tərpətmə onu, yaxşı səs düşəcək. Nilay, sən neynirsən orada? Oturmaq istə. Otur da, qızım, otur. Sən onu vereyim, onu Hə, bir. Hə, otur orada. Hə, sən gəl Əsnad, otur.
Hə, qoy Nilay qızımız oynasın. Yoxsa belə gedişlə studiyamızı dağıldacaq, hə? Hə, biz səninlə davam edirik, Əsnad. Əslində idmanı, gimnastikanı daha çox sevirəm. Çünki həm orada uşaqlar olur, həm əyləncəli keçir, həm də İdmandır da. həm də idman sağlamlığıma görə. Həm də Bir qamətin gözəl rəsm olur. olanda dərsdən gəlib çox yorğun oluram, gedirəm rəsm işləyirəm. Həm adamı sakitləşdirir, həm də daha maraqlı olur. Aha, aydındır. Bugün bizim üçün gimnastik hərəkətlər eləyəcəksən? Gimnastik hərəkətlər yox. Yox, eləməyəcəksən. Onda gələn dəfə mütləq gətirərsən geyimini, yaxşı. Bugün sən bizim üçün rəqs eləyəcəksən, hə? Rəqsini az sonra nümayiş etdirərsən. Mənim sənə bir sualım var. Sən tapmaca tapmağı yoxsa yanıltmaç söyləməyi xoşlayırsan? Əslində ikisini daha çox xoşlayıram. Onda yox, sözü dedin, sözü söylədin, ikisini də xoşlayırsan. Onda tapmaca da verəcəm sənə, cavabını tapmalısan, yanıltmac da söyləməlisən. Taparam. Sən taparsan, yaxşı, mən sənə də sual verəcəm. Birinci, amma yanıltma çox çətindir. Qoy onu bacıya verək, yaxşı? Tapmacaları sən söyləyərsən. Əsnad, yanıltmacılar buradadır. Verəcəm, bilirsən də yanıltmacı sürətli oxumalısan. Yaxşı, tez-tez. Buyur. Aha. Bu? Aha. İstəyirsən birinci tanış ol. Aha. Bal qabaq. Hə. Ağ bal qabaq, boz bal qabaq, boz bal qabaq, ağ bal. Ağ bal qabaq, boz bal qabaq, boz bal qabaq, ağ bal qabaq. Və bir daha. Ağ bal qabaq. Bal babaq, hə? Bal qabaq. Aha. Ağ bal qabaq, boz bal qabaq. Bu alınmadı. Keç növbətiyə. Baxaq, bəlkə onu deyə biləcəksən. Yorğuna yorğun yorğun. Nə? Yorğana Yoğrul, yorğun. Yorğana yoğrul yoğrun. Bir daha və sürətli. Yorğana yoğrul yorğun. Yorğana yoğrul, yorğun. Yorğana yoğrul yoğrun. Növbəti. Getdim gördüm bir də içi çar çor çiçek gibi var. Dışı çar çor çiçeğin içi bir Nə Çox oldu? çətindir. Çox çətindir. Əsnad. Getdim gördüm bir də çar çor çiçek bir kirpi var. Dışı çar çor çiçeğin kirpi erkek çar çor çiçeğin kirpinin küçüğünü yaman qatırsın erkek çor çor çiçeğin kirpi dişi çor çor çiçeğin. Getdim gördüm bir də içi çar çor çiçeğin kirpi var. Dişləri çar çor çiçeğin kirpisi erkek çar çor Küçük yırtık çirpinin küçüğünü yamaması erkek çar çor çiçeğin kirpi diş çar çor çiçeğin Bizim dekorumuzu dəyişir Nilay gördüyün kimi. Evdə də belə dəcəldir. Evdə ev getdi. Aha, studiyada getdi. Hə, Əsnad, indi istəyirəm bir neçə tapmaca verim. Baxaq o tapmacaların cavabını biləcəksənmi? Nilay, gəl bir tapmaca tapaq. Nilay, gəl tapmaca söyləyirəm, əyləş. Aha, və bu tapmacaları tap. Yer altında sarı biz. Birinci Nilay'dan soruşuruq. Nədir Nilay açması? Yer altında sarı biz. Yer altında sarı biz. Cücə. Cücə sarı olduğu üçün, amma yox, cavab o deyil. Sarı biz. Əslində mən sizə bir böyük ipucu verim. Bu əslində sarı deyil. Narıncı rəngdədir. Köç. Aferin, düzdür. Sadəcə deyim bu sarı deyil. Aha. Və növbəti. Ağzı birdir, dili mindir. Gah belə deyir, gah elə. Açması. Ağzı bir... Ağzı birdir, dili mindir. Gah belə deyir, gah elə. Açması. Bu da bir şey ipucu deyə bilərsin. Tərəvəzimi? Yox, yox. Məktəb ləvazimatıdır. Məktəb Sənə böyük bir ipucu, hə. Karandaş yontan? Yox. Ağzı birdir, dili mindir. Mən deyim. Xətkeş? Yox. Əsnad, bunun açmasını tapa bilmədim, mən söyləyəcəm. Açması qələm idi. Qələm? Yadında saxla, yaxşı. Və növbəti, bağda bitər tağı yox, ha sıxarsan yağı yox. İpucu verim, tərəvəzdir bu. Bu tərəvəzdir. Hə.
Bağda bitər tağı yox, ha sıxarsan yağı yox. Biber. Afərin, düzdür. Əsnad, afərin, bildin. Oyunumuz da bitdi. İndi sən mən bilirəm ki, geyimini dəyişməlisən, gözəl bir rəqs nümayiş etdirəcəksən. Rəqs hansı olacaq? Qaval rəqsi. Qaval rəqsi olacaq. Qavalla gəlməlisən və milli gözəl geyimdə, düzdürmü? Ona görə də mən səni yola salım, get geyimini dəyiş. Bu arada biz də dostlarımızla birgə Bu Mənəm rubrikasını izləyirik. Bu Mənəm rubrikası da bitdi dostlar. Proqramımız öz axarı ilə davam eləyir və Əsnadla Nilay da gəlir. Gəlin qızlar, gəlin. Gəlin, gəlin, gəlin. Əliniz nəsə dolu gəlirsiniz. Nələr var orada? Buyurun, əyləşin. Buyur. Nilay, gəl sən mənim yanıma. Sənindir bu qaval? Kimindir? Bacını. Amma Əsnadın əlində biz dayan, diplomlar, medallar görürük, hə Əsnad? Gəl, mən burada oturacağam. Sənə yaxın olun biraz. Sən də diplomları nümayiş elətdir, qoy dostlarımız da görsün. Baxaq, diplomları var. Aha. Baxın dostlar, Əsnadın bax bu gördüyünüz medalları ki var, hamısı karatedə əldə edib. Düzdür, karate idman növü üzrə məşğul olur və medalların qədərinə bax Nilay, bax. Və oradakı diplomları da göstərək dostlarımıza. Karate üzrə birinci yerə çıxdığım üçün qazanmışdım. Afərin sənə, afərin. O qızıldır. Bilmirəm əslində. Məncə qızıl olmaz. Və burada rəsmlərin də var. Yox, deyil, yüngüldür görsən. Və burada rəsmlərini də gətirmişsən. Onlara da baxmaq istərdik. Göstər dostlarımız baxsın. Və bunlar çərçivədədir, gördüyünüz kimi dostlar, hazır şəkildə gətirmişsən. Əsnad, de görün bunu hansı otaqdan çıxarmışsan, hə? Otağımdan götürmüşəm. Aha, nə gözəldir, hə? Özün rəsm çəkirsən və otağını da öz rəsmləri ilə bəzəyirsən, hə? Çox gözəldir. Afərin, çox istedadlı qızsan. Afərin sənə ki, bütün bu məşğuliyyətləri də hamısını bir arada apara bilirsən. Və indi isə daha bir məşğuliyyəti var. Qızımızın rəqs eləməyi təbii ki, sonda bizim üçün gözəl bir rəqs nümayiş etdirəcək Əsnad qızımız. Və bu rəqsdə də sağollaşaq, hə Əsnad? Hə, sağollaşaq. Dostlarımız, sizinlə sağollaşırıq. Nilay, səninlə də sağollaşırıq. Nilay orada evci oynayır, ev hazırlayıb özü üçün. Özünüzə yaxşı baxın dostlar. Çərpələng proqramının növbəti buraxılışında görüşərik. Hələlik, sağ olun.